Baxın, indi isə azet dairəsinə gəlib çatdıq. Bax, diqqətlə hamı dayanıb dairənin içərisini gözləyir. Bax, bizim sağımızda 4.3 dairəvi yol ayrıcı nişanı var və onun üzərində 2.4 yol ayrıcı nişanı var. Bax, görürsən, məsafəni bir bazı, geniş saxlayan kimi başqası gəlib gedərik. Sürməlisən, o gedir, sən də getməlisən. Bizdə Azərbaycanda belədir. Yəni, məsafəni bir maşınla çox saxladın, qalxılacaqlar. Gedir, sən də get. Hə, indi bax, orada dairəvi yol ayrıcı nişanlar var, yol və nişanlar var. O demək ki, dairənin içərisini gözləmək lazımdır. Azət dairəsində sahil metro səhətdən gələnlər getdilər. Bax, soldan gələnlər sahil metrosundan gələnlərdir, o tərəfdə gələnlər. Onlara işıqlardan tənzimlənir. Bax, sövri sola bax. Onların da baş qırmızı yanında, bax, bu dairənin içi başlayır hər şeydə. Bu dairənin içi düzünə getsə, Filarmoniya tərəfə getsə, biz də eyni zamanda işləyə bilirik. Amma dairənin içərisi bayıl tərəfə dönəsi olsa, biz onları da gözləməliyik. Həm solu gözləməliyik, həm dairənin içərisini gözləməliyik. Yandır şimdi. Bax, normalda qanun deyir ki, dairəvi yol ayrıcısına girərkən və çıxarkən sağ yanmaq lazımdır. Biz burada sağ yanırsaq, insanları çaşdıra bilərik. Elə bilərlər ki, biz sağa gedirik bayır çıxanı. Axı, biz sola doğru gedəcəyik. Ona görə sağı yandırmırıq. Ya ümumiyyətlə işığı yandırmırıq və yaxud da ki, sola doğru mailənəcəksə, bax, biz orada dəyişəcəksə sola, solumuzu yandırırıq. Davam edirik. Biraz qabağa bıraq. Sür, artır, biraz artır. Ay, sağ. Dairənin içəri şəklə keçdik. Bax, bura aznet dairəsi. Bax, gəl, sol sağ gücü arada yoxla. Gəl, bax, indi sağını yandır. Biraz qaz ver, ləngiyirsən. Ay, sağ ol. Bax, biz orada. Bəli? Verəcəksən, tələsmə. Bura sol gücünü yoxla, biraz qaz ver. Bax, sola bax, bilsən, pardon. Çox yaxın edirsən. Sən o qazı verməsən, o sənə vuracaqdır. Çünki məsafəni çox az olur. Düşünmürsən lüzumsuz ləngiyərsən. Dairədən cəhd çıxmaq lazım. Qabağın boşsa su çıx, ləngiyəm. Hə, indi çəkiş dayandırıram, amma dərsimiz davam edir.